25 yaşım var, amma hələ də universitetə qəbul ola bilməmişəm. Kəsilirəm. 30 yaşım var. Həkimlər deyir ki, 30 yaşdan sonra ana olmaq çox çətindir və mən evlənməliyəm. Gəlmişəm 40 yaşına. Hələ də bu həyatdan nə istədiyimi, məqsədimin nə olduğunu tapa bilmirəm. 45 yaşım var, amma hələ də karyeramda o zirvədə deyiləm. Bu da bizim hisslərimizdən biridir. Alman dilində bunun çox maraqlı bir adı var. Torschlusspanik. Qapı bağlanır panikası. Orta əsrlərdə Avropa şəhərləri qala divarları ilə əhatə olunurdu. Axşamlar isə qapılar bağlanırdı. Kəndlilər, tacirlər, çobanlar qapı bağlanmadan şəhərə daxil olmaq üçün panika yaşayırdılar. Və bəzən də məhz o qapılar bağlanar qorxusu ilə yüklərini belə atıb qaçırdılar. Axşamlar təhlükəli idi. Vəhşi heyvanlar, soyuq, soyğunçular. Bir sözlə, orta əsrlərdə qapıların bağlanmağından doğan qorxuydusa, günümüzdə fürsətlərin qaçırılmasına olan bir narahatlıqdır. Elə bu hissin özünün də kökündə müxtəlif hisslər var. Məsələn, qorxu. İndi eləməsəm, bir daha heç vaxt olmayacaq. Təəssüf. Kəşki daha öncə eləsəydim. Və sıxıntı. Ən qısa zamanda seçməliyəm, həll eləməliyəm, amma nəyi və hansını seçəcəyimi bilmirəm. Torschlusspanik insanlar üçün ən təhlükəli hissdir məncə. Çünki həyati qərarları amma ən qısa zamanda verməlisən. Bunun nəticəsində yanlış evliliklər, bunun nəticəsində karyeramda yüksəlim deyə karyeranı sui-istifadə eləyib yüksəlmələr, ən əsası da yaşım keçir, evlad sahibi olmaq yaşım keçir deyə istənilməyən evladın dünyaya gəlməyi. Başqa hisslərinin hamısını yaşamalısan. Amma torschlusspanik hissi əksinə. Onu idarə eləməlisən. İdarə eləməlisən ona görə ki, o səni tələsdirib yanlış qərarlar verməyinə səbəb ola bilər. Bu hisslə necə mübarizə aparacaqsan? Birinci sırada öz həyat tempini qəbul elə. Həyat tempini qəbul elə deyərkən, hər kəs hər şeyə eyni yaşda sahib ola bilməz. İkincisi, sosial müqayisəni minimuma indir. Üçüncüsü, heç vaxt gec deyil prinsipini yadda saxla. Ən əsası, öz dəyərlərinə uyğun seçim elə. Zamana qarşı yarışma.